Yadınızdadır, Twix-in sağ çubuğu və sol çubuğu demişdim. Gəldik Twix-in sağ çubuğuna. Eyni interiyer, fərqli eksteriyer. Əziz izləyicilər, ikisindən birini seçin. Amma onu deyim ki, imkan olsa ikisini də almağa dəyər. Nəyə görə? Geniş ərazi 7.5 sot, 210 kvadrat tikilimiz, paket qubça çıxarışlı, sənədlər haqqında düşünmək lazım deyil, yolla məsafəsini düşünmək lazım deyil. Hardasa 100, 150, 200 metr məsafə var əsas yoldan Mərdəkan buzovuna. 8 metr uzunluğu, 4 metr enində belə bir Infinity hovuzumuzdur ki, həyətdə yaşıllıq sahələri də gördüyünüz kimi dekorativ ağaclar, dekorativ bizim burada lampa, işıqlandırma sistemi, kürsülü evimiz, modern üslubda, biraz neoklassikaya da oxşur, amma tam modern üslubdadır. İndi isə çox uzatmayaq, keçək evimizin interyerindən tanış olmağa. 4 metrə yaxın, hündür tavanlı, geniş otaqlarına fərqlənən bir interiyerdəyik. Evə daxil olarkən, əziz izləyicilər, yəni o evin şəxsi tikili olub-olmamanın ən birinci nədən bilirsiniz? Mən çox vaxt nədən yoxlayıram? Qapılardan. O ki, qapını açdınız, ağrı gəldisə, əlinlə vurdunuz, belə dang-dang-dang səs gəldi. Yalnız qapı yox, həm də divarlardan. Bu səs varsa, bilirsiniz ki, artıq hər şey şəxsi tikili üçündür. Qalansa yalnızca mebellərinizi gəlib qoymanız lazımdır. Yerdə parketlərdir, isti poldur, hər bir şeylə təchiz olunub, qamla xətlərdə danışmaq lazım deyil. Hamısı birə-birdir.